Salam kanalımın üzvləri, sizi həmçəki kimi öz kanalımda salamlayıram. Bu dəfə sizə belə bir mövzu göstərmək istəyirəm. Yəni mən bildiyiniz kimi çoxlu sifarişlər verirəm AliExpress-dən və sifariş zamanı cashback servisindən istifadə edirəm. Onlardan biri də YPN cashback servisidir. Bu YPN cashback servisindən istifadə haqqında məlumatı videoların birində sizə göstərmişəm və sizə deyim ki, yəni hardasa 2-3 gün bundan əvvəl səhifədə yeniliklər oldu və səhifənin dizaynı dəyişdi və bəzi dəyişikliklər baş verdi. Onu sizə göstərmək istəyirəm. İlk növbədə qeyd edim ki, yəni YPN cashback servisində iki cür qeydiyyat var. Biri adi cashback istifadəçiləri üçün, yəni hansılar ki, yəni özləri üçün məhsul alırlar və məhsulun qiymətində müəyyən güzəştlər əldə etmək istəyirlər. İkinci variant isə burada göründüyü kimi webmasterlərdir. Yəni webmaster nədir? Yəni linklər hazırlayıb xüsusi reklamlar edə bilər ki, yəni o linklərlə vasitəsilə girib daxil olub kimsə məhsul alsa, yəni onda da müəyyən bir faizlər webmasterin hesabına gələ bilər. Qeyd edim ki, indi göstərdiyim səhifə webmasterə aid olan səhifədir və orada yeniliklər baş veriblər. Mən daxil olan öz səhifəmə gördüyünüz kimi bu təzə səhifədir. Dilini dəyişdim, keçirdim rus dilinə. Baxın, bu həmin səhifədə baş verən yeniliklərdir. Yəni əvvəlki videoya baxanlar və bu sistemlə maraqlananlar daha yaxşı başa düşərlər. Mövzu nədən ibarətdir? Təzə baxanlar isə, yəni hal-hazırda görüb, yəni dəqiqləşdirə bilərək, yəni sistemdən istifadə edirlər. Baxın, bu menyularlar və əsas ilk açılanda statistikanın option menyusu açılır. Baxın, burada göstərir. Sifariş olunan məhsullar bu böyük kvadrat qrafiklə göstərir. Məsələn, görürsünüz, göstərir. Kliklər 12 dənə olub, yəni 10 dənə hostdan daxil olublar. Lead 1, yəni bir nəfər alıb və doxod 0.55 cent. Yəni mən dollarla sifarişlərdə göstərir ki, yəni kimsə alıb 0.55 cent gəlib. Baxın, burada da göstərir qrafiklə, yəni nə qədər klik olub, nə qədər yerlərdən kliklər olub. Burada göstərir. Görürsünüz, doxod 56 cent və həmişə göstərir və sonda baxın klik və doxod. Yəni bunu özünüz də baxa bilirsiniz. Yəni qrafikdən görə bilirsiniz ki, yəni ayın tarixində hansı gün, hansı məhsullar alınıb və onlardan nə qədər faiz gəlib. Altında isə, bu qrafikin altında isə həmin qrafikdə olan informasiyanın, belə deyək, rəqəmlər olan göstəricisidir. Məsələn, son informasiya baxın, ayın 13-də daxil olub. 40 klik, 38 post, 1 alıcı və $1.2 cent bizə nəzəri olaraq gələ bilər və həmin informasiya baxın 40, 38, $1.2 cent və burada bu informasiya hamısı göstərir. Ola bilər ki, daxil olasınız məsələn bu menyuya və burada görürsünüz ki, görsənir ayın 13-də hardansa daxil olublar, nə alıblar, bundan alıblar. Bu məhsuldan da üstünə klik etsək, yəni həmin səhifədə AliExpress-in səhifəsində məhsul açılacaq. Yəni gördüyünüz kimi bu məhsuldan alınıb və qiymətindən real göstərib qiyməti və qiymətindən bizə gələ bilən nəzəri olaraq gələ biləcək məbləğ. Yəni o qeyd edim ki, bu məbləğin real olaraq gəlməsi üçün alan şəxs, bu linklər vasitəsilə məhsul olan şəxs aldığı məhsul əldə olandan sonra geri daxil olub AliExpress səhifəsindən klik etməlidir ki, yəni məhsul ona çatdı, подтверждение verməlidir. Və digər variantları sizə göstərim. Baxın, bu həmin aralıqdır. Məsələn, siz aralığı verə bilərsiniz. Hansı tarixdən baxmaq istəyir, nələr baş verir. Məsələn, noyabrın 29-undan dekabrın 13-nə qədərdir. Məsələn, mən qoyuram, məsələn, dekabrın 1-dən dekabrın 13-nə qədər. Adi qaydada aralıq verməkdir, yəni burada qeydi-adi bir şey yoxdur və saatlarla kreativ, yəni qoyduğunuz linklərdir, yəni hansı linklərə daxil olunub, məsələn, daxil olub kreativə. Baxın, görsənir, ən çox nələrə daxil olur və aza doğru, məsələn, baxaq, ən çox nəyə daxil olublar. Bu aralıqda ən çox daxil olan link, belə deyək, bu
rasiyadır, yəni ona daxil olublar 51 dəfə və belə də üz aşağı belə də sayın azalması ilə daxil göstərir. Yəni ən çox çoxdan ən aza doğru nələrə daxil olub baxırlar. Məsələn, görürsüz bu aralıqda ən çox baxılanlar və ən az baxılanların siyahısıdır. Ondan sonra məsələn siz stranı, yəni ölkələrə baxa bilərsiniz. Hansı ölkələrdən ən çox daxil olunub? Məsələn, pokazać qrafik. Görürsüz ki, qrafikdə göstərir ən çox haralardılar. Məsələn, qrafikin bir də rəqəm variantı United States maraqlı da olsa ən çox mənim kanalımda, bir də ən çox mənim linklərimə Amerikadan baxılır, ondan sonra Azərbaycan, Rusiya, United Kingdom və elə üz aşağı göstərir. Yəni ən çoxdan ən aza doğru göstərir. Ən çox baxılanlar bu səhifədə göstərdim və keçək digər səhifələrə. Transaksiya menüsündə aparılan bütün əməliyyatlar, amma alınan məhsullar göstərir. Yəni baxın göstərir 29 aralığından 29 noyabr aralığından dekabrın 13 aralığına qədər AliExpress-dən, yəni burada başqa mağazinlər də var. Mən də hal-hazırda AliExpress-i göstərirəm sizə. Siz özünüz daxil olub digər mağazinlərdə baxa bilərsiniz. Yəni əlavə eləmişsinizsə onlardan linklər, yəni onlardan nə alınıb. Mən test üçün göstərirəm. Yəni siz özünüz sistemdən istifadə edənlər daha dəqiq bilirlər. Çünki Tembole bu səhifə webmaster üçün olan səhifədir və oradakı istifadəçilər adi istifadəçindən bir balaca fərqli statusda istifadə edildikləri üçün düşünürəm ki, yəni bu videonun məğzini daha yaxşı başa düşəcəklər. Yəni gördüyünüz kimi ayın 29 noyabrdan bu günə kimi alınan məhsullar, baxın bunlardılar, malların qiymətləri və ondan gələ biləcək məbləğlər. Referalda biraz dəyişikliklər olub görüntüsündə, yəni belə deyək, heç belə deyildi, yeni dəyişiklik olunub, başqa video gəlib, yəni görürsünüz ki, məsələn 13 noyabrdan 13 dekabra qədər hansı tarixlərdə nələr alınıb, nələr alınıb deyil, referallar nə qədər məbləğdə alınıb, məsələn sonuna baxaq 11-i 12-ci ayda, yəni alınıb. Kimsə hansısa referalın sözünə məhsul alıb, özü faiz qazanıb və ondan bizə 3 sent gələcək və 4 sent, 9 sent, 2 dollar və s. Məsələn, gördüyünüz kimi, məsələn, ayın 29-unda baxın, burada məbləğ azalıb, burada 38 sent əmələ gəlib, yəni vaxtı ilə hansısa sifariş verən şəxs məhsulun qəbul edib, məhsulun qəbul knopkasını basıb və onun məbləğinin 38 senti bizə gəlir olaraq gəlib. Və siz də burada göstərən kimi aralıq verib, yəni həmin aralıqda referallarınız nə qədər məbləğ sizə xeyir gətirə bilərlər, onu görsənir və baxa bilərsiniz və real olaraq sizə nə qədər daxil olub, onu görə bilərsiniz. Instrumentum menüsuna keçək. Instrumentum menüsunda, yəni baxın, burada genişdir, deep link, banner, kupon, promo leasing və s. Mən ən çox istifadə elədiyim, belə deyim, partnyorskaya ссылkadır, yəni linkləri yerləşdirmək, yəni sifariş vermən bu linklərlə daxil olub, hansı məhsul sifariş versin. Məsələn, istifadə edənlər bilirlər bunların çoxsu nədir, istifadə eləməyənlər özləri dəqiq baxa bilərlər. İlk istifadəçilərə düşünürəm ki, onsuz da bu menyuların çoxsundan çox əsas məsələ partnyorskaya ссылка maraqlıdır. Daxil olub partnyorskaya ссылкaya. Məsələn, hər hansı bir malı biz reklam eləmək istəyirik öz səhifəmizdə və yaxud hər hansı bir səhifədə seçirik o malı. Məsələn, bu quadrokopteri götürək. Gəlin bu məhsulu götürək. Prinsip aktualdır. Məsələn, məhsulu seçirik. Seçdik ki, məsələn üçün biz reklam eləmək istəyirik. Linkini götürürsünüz. Polunu yuxarıda olan linkin hamısını kopировать edirsiniz, daxil olursunuz bura və ссылка на любую ссылку на страницу AliExpress. Qoydunuz bura, stavить elədiniz. Linki və link yerləşdi bura. Siz mağazini buradan seçə bilərsiniz. Bir göstərəm ki, 4 dənə mağazin var burada. 5 dənə mağazin var. Bunlardan birində olan linki yerləşdirə bilərsiniz. Mən hal-hazırda AliExpress-dəki linki yerləşdirirəm və nazvaniya kreativa yerində, məsələn, baxırsınız bu nədir? Məsələn, Bluetooth umlu braslet. İndi əllə də yazmaq olar, mən məsələn kopировать edirəm.
Və Nazvaniya Kreativa yerinə stavить eləyəndən sonra baxın, bu knopka aktiv oldu, əvvəlcə aktiv deyildi, Sazet partnyorsk qısıldı. Və o linki üstünə, bu knopkanın üstünə klik edən kimi sizdə partnyor linklər əmələ gəlir. Məsələn, bu həmin linklərdən biri, belə bir link əmələ gəlir. Siz bu linki öz reklam yerləşdirəcəyiniz səhifələrinizdə, YouTube kanalınızda, Facebookda və yaxud digər reklam yerləşdirmə icazəniz olan yerlərdə yerləşdirə bilərsiniz və o linklərlə kimsə keçid edib məhsul alsa, müəyyən bir faiz ondan sizə gələcək. Yəni bu belə bir link, dediyim kimi belə bir link əmələ gələcək sizlərdə və baxın, burada получить партнерскую ссылку üstünə klik edirsiniz və bu həmin партнерская ссылка və bu ссылkanı reklam kimi yerləşdirə bilərsiniz. Yəni kimsə daxil olur və məhsulunu sifariş verər. Nəzərə alaq ki, yəni bu belə bir uzun link biraz gözə pis dəydiyi üçün, yəni bunun qısaltmaq mümkündür. Baxın, сокращение var. Сокращение knopkasını sıxırsınız və bu həmin linkin daha qısa versiyasıdır. Bunun üstünə kimsə klik etsə, yəni həmin effekt olaraq, yəni sizdə göstərir. Yəni kim bu linklərə daxil oldu, nə qədər adam daxil olub və alsa da, yəni sizə ondan faiz gələcək. Yəni göstərib gördüyünüz kimi, məsələn, bu linki kopировать elədim. Mən baxın, kimsə daxil, məsəl üçün bu forumda klik edir, daxil olur və avtomatik olaraq böyük bir səhifə açılır və həmin məhsulun özü bu formada. Əsas məsələ webmasterlər üçün Mayi plaşyatki məsələsidir. Yəni siz reklam yerləşdirmək hər hansı bir səhifədə reklam yerləşdirməyə ixtiyarınız yoxdur. İlk olaraq VPN servisi ilə bunu qarşılıqlı olaraq aydınlaşdırmalısınız. Məsəl üçün mən səhifələrdə qeyd edildiyim kimi ki, yəni mənim Facebookdakı səhifəm var, YouTube kanalım var. Məsələn, mən yazıram ki, добавить plaşyatki. Məsələn, harda yerləşdirmək istəyirəm. Siz saytınızı bura qeyd edirsiniz, hansı saytda, hansı səhifədə yerləşdirəcəksiniz. Offer, yəni hansı mağazindən, platformada olan malları reklam edəcəksiniz həmin səhifədə və направление, yəni baxırsınız, özünə uyğun seçirsiniz, сообщение социальных сетей, cashback servis, доверие. Və добавить plaşyatki verəndən sonra sizdə baxın belə bir səhifə əmələ, belə bir sütun əmələ gələcək və burada qeyd olunacaq ki, yəni bu status yerində görünəcək ki, yəni hələ ki razработчикlərə məlumat gedir, onlar yoxlayırlar. Yoxlayandan sonra разрешено yazılandan sonra siz həmin səhifələrdə məsələn reklamlarınızı, bu qısa linklərinizi, partnyorluq saytlarınızı yerləşdirə bilərsiniz. Əvvəlcədən deyim ki, mən əvvəl bilmirdim deyə Facebookda olan linkləri yerləşdirəndə plaşyatkalara bunu əlavə eləməmişdim. YPN tərəfindən məlumat gəldi ki, yəni əlavə eləmək istəyirsinizsə, Facebook səhifənizi də bizə təqdim eləməlisiniz ki, yəni səhifəni yoxlasınlar. Təqdim elədim, yoxladılar, şuna yazdılar və asanlıqla bundan sonra orada malları olan linkləri yerləşdirə bilirəm. Keçən Novosti menyusu, yəni YPN yeni bir kampaniyalarında yeni bir məlumatlar, yeni bir servislər çıxanda sizə burada məlumat göndərir. Baxın, полезно в kabinete pользователя daxil olub oxuya bilərsiniz. Nə baş verib, mən də oxumuşam bunu. Texpodдержка menyusu, yəni siz YPN-ə hər hansı bir suallarınızı yaza bilərsiniz. Onlar belə deyək sizə ən azından mənə cavablarını çox tez veriblər. Yəni yazışma, belə deyək, suallara cavablar praktiki olaraq çox da vaxt aparmır. 6-cı xadnoy günlərini, iş olmayan günləri nəzərə almasaq. Baq bölməsi də standart olaraq, yəni ən çox verilən suallar və ona verilən cavablardır. Keçək, belə deyək, şəxsi kabinet məsələsinə. Məsələn, daxil oluq şəxsi kabinetimizə. Şəxsi kabinetdə belə bir statistika göstərir. Yəni, baxın, məndə belə bir statistika göstərir. Balansda indi hal-hazırda 12, gördüyünüz kimi 12.62 yığılıb. İxralların sayı 25-dir, yəni bunlara baxmaq olur. Sonra, belə deyək, bu mənim elektron koşulyokumdur. Yəni, yığılan vəsaitləri bu koşulyoka atıram və siz VMZ-dən, WebMoney-dən deyil, digər koşulyoklardan istifadə edirsinizsə, Добавить koşulyok verib, istədiyiniz koşulyoku seçib, yəni gördüyünüz kimi spis bu qədərdir.
Kaşlokunu seçib və yaxud kart hesabına, bank hesabına bəzi hansı informasiyalar istəyirlər, daxil olsanız görəcəksiniz ki, hansı informasiyalar istəyirlər onlar. Həmin informasiyaları doldurub, saxlanıcı kaşolok versəz, sizə spiskdə belə deyir, həmin kaşolok qeyd olunacaq. Yəni siz yığılan məbləği həmin kaşoloka ata biləcəksiniz. Gördüyünüz kimi dostupna belə göstərir, bu qədər, obrabotkada bu qədər, yəni bu qədər hələ məbləğ nəzərdədir ki, yəni daha üstünə gəlsin 12-nin və 1.02, yəni bu göstərir ki, son əməliyyatını, səhv eləmirəmsə 1 gün ya 2 günü göstərir, 1 gün belə göstərir ki, yəni son 1 gün ərzində olan əməliyyatınız bu qədər olub. Və bu real olaraq qaydan, belə deyək, hər əməliyyatdan gələn faiz. Yəni nə qədər məhsul almışsa, belə deyək, 100 dollarlıq məhsul almışsınızsa, onun 8,5 faizi 8 dollar 50 sent, belə deyək, sizin elektron kaşolyoka nəzəri olaraq, məsələn, bu 108-in üstünə gəlir və məhsulu alıb klik etdikdən sonra ki, yəni məhsul sizə çatdı, müəyyən bir müddətdən sonra sistem onu yoxlayır və ondan sonra həmin məbləğ avtomatik dostupna bölməsinə daxil olur, keçir və o olur sizin, belə deyək, sistemdə olan real pulunuz. Məsələn, indi sual çıxır ki, həmin puldan necə istifadə edə bilərəm? Bu puldan sistemdən deyil, elektron kaşolok vasitəsilə istifadə etmək olur, yəni kaşolok atandan sonra istifadə etmək olur. Bu üçün də yığılan pulu kaşolok atmaq lazımdır. YPN-in şərtinə əsasən, yəni pul 10 dollardan çox olanda onu elektron kaşoloka atmaq olur. Məndə 12 dollardır, yəni bu düşə bilər, bunu hələ atmıram. Zaprosить выплату knopkasını sıxırsınız. Mən gördüyüm kimi baxın şərt verir. Выплата будет произведена с 16 по 18 число текущего месяца. Yəni hal-hazırdakı ayın 16-sından 18-nə qədər sizin hesaba atılacaq. Məsələn, mən indi pulu kaşoloka atmağa, belə deyək, zakaz versəm, istədiyiniz məbləği ata bilərsiniz. Məsələn, 262-nin hamısını atmaq olar. Minimum belə deyək 10 azayan olsun. Mən də hələ atmıram, test üçün göstərirəm. Məndə VMZ kaşolokadır, gördüyünüz kimi VMZ və burada göstərir komissiya vывода 2%. Yəni məsəl üçün siz VMZ kaşolokuna pul atırsınızsa, məsəl üçün deyirəm 100 dollar pul atacaqsınızsa 2% komissiya olacaq. Yəni sizə kaşoloka gedib çıxacaq 98 dollar. 2% bu sistemin komissiyasıdır. Личные данные bu mənim şəxsi məlumatlarımdır. Akkauntumun şəxsi məlumatlarıdır. Gördüyünüz kimi ad, familiya və akkaunt haqqında məlumatlar, parol, последние действия. Sonda göstərim. Yəni sonda sizin verdiyiniz sifarişlər, məsəl üçün nə qədər sifariş verirsinizsə, sizin hesaba otursun. Onlar bu menyuda göstərilir, son tərəfdə göstərir. Gördüyünüz kimi son əməliyyat bu tarixdə olub və ondan sonra pul atmamışam. Yəni sizdə belə bir webmaster kimi qeydiyyatdan keçmişsinizsə və istifadə etsiniz, sizdə belə bir sütun olacaq, hər atdığınız və s. burada göstərəcək. Yəni sizdə burada siz выплата versəz, zaprosить выплату versəz, yəni həmin məbləğ kod göstərəcək, hansı kaşoloka, kaşolokun nömrəsi, zakaz verdiyiniz məbləğ, zakaz verdiyiniz tarix və burada göstərəcək waiting, yəni gözlənilir. Hansı tarixdə ki, məsələn, qeyd olunmuşdu 16-sından 18-nə qədər pul oturacaq kaşoloka. O tarix aralığında hansında kaşoloka otursa, həmin tarix məsələn burada göstərəcək. Belə bir qeyd etdiyim kimi belə bir servis. Çox adam belə deyək istifadədə mən kiməsə desəm də inanmırdılar. Real olaraq hal-hazırda görürsünüz ki, özüm istifadə eləyirəm və real olaraq bu xeyir gətirir. Və bir çox məhsulları da, yəni burada yığılan vəsaitlərin hesabına almışam. Yəni elektron hesabdan və sifarişlər vermişəm. Kartımdan heç bir belə deyək pul istifadə eləməmişəm. Yəni əlavə sualınız olsa, videonun şərhlər bölməsində verə bilərsiniz. Bacardığım qədər sizə köməkliyi göstərəcəm. Yəni bu mövzu barədə qeydiyyatdan keçmək istəyənlər olsa, yəni videonun altında webmaster formada qeydiyyatı və adi cashback istifadəsi üçün olan linkləri yerləşdirəcəm. Yəni kimsə qeydiyyatdan ürək istəsə, qeydiyyatdan keçib istifadə edə bilər.